Akne dediyim kimi genetik götürülən bir xəstəlikdir. Amma aknenin artışına, aknenin ortaya çıxmasına belə deyim səbəb hər hansısa bir infeksion prosesi olmuşsa, məsələn Demodex, dərinin gənəsi. Gənəsi, Bəli, aha. bu sırf dəridə yaşayan bir gənədir. Demodex olubsa, təbii ki, bu kontakt yolu ilə, dəri kontaktı yolu ilə, eyni zamanda ortaq əşyalardan istifadə. Bu təbii ki, bir dəfəlik istifadədə olmur. Daimi eyni yastıq üzündən istifadə etmək, çox tez-tez dəri kontaktında olmaqla bəli yoluxa bilən bir vəziyyətdir. Və yaxud da ki, staflokoka, Pyogenes aerogenusa bağlı ola bilər ortaya çıxsın. O zaman nə olur? Yenə xəstələr kontakt yolu ilə bir-birlərinə ötürə bilirlər. Amma orada heç bir infeksion proses yoxdursa və staflokoka bağlı olsa belə, staflokokun miqdarı azdırsa, yoluxuculuğu demək olar ki, yoxdur.